Sertifikatlaşmanın üstünlükləri nədir? Burada üstünlüklərdən biri müəllimlərin öz fəaliyyətlərini artıq metodiki istiqamətdə də davam etməsi ilə bağlıdır. Belə ki, ölkədə artıq 150 müəllim müasir metodik xidmət layihəsinə cəlb olunub və növbəti müddət ərzində isə daha 500 müəllim də bu prosesə qoşulacaq və onların seçim prosesindəki ən əsas məqamlardan biri məhz müəllimlərin sertifikatlaşma prosesində topladıqları nəticələr və xüsusilə 85%, yəni 51 bal və daha yüksək nəticə göstərmələridir. Növbəti bir məsələ müəllimlərin istər maddi, istər qeyri-maddi rəğbətləndirmə proseslərində də məhz sertifikatlaşma prosesinin əhəmiyyətidir, sertifikatlaşma prosesinin rolunun, önəminin olmasıdır. Növbəti bir məqam isə istər ötən il, istər bu ildə biz sertifikatlaşma prosesində əldə olunmuş nəticələrin həm də müəllimlərin yerləşmə prosesində də istifadəsi üçün də şərait yaratmışıq. Sertifikatlaşma prosesinə ilk dəfə işə qəbul olunmuş şəxslər 3 il müddətində bu prosesdən azaddırlar. Sertifikatı almış şəxslər, yəni bu prosesi uğurla başa çatdırmış şəxslər növbəti 5 il müddətində sertifikatlaşma prosesindən azad olunurlar. Qaydalarda edilmiş dəyişikliklərə müvafiq olaraq 60 və daha yuxarı yaşda olan şəxsləri bu prosesdə iştirakı könüllüdür. Əgər bir müəllim ilk cəhddə uğur qazana bilmədiyi təqdirdə o iş yeri saxlanılmaqla və ödənişsiz formada təlimlərə qoşulmaqla bir il sonra yenidən sertifikatlaşma prosesinə cəlb olunur. Davam edin. Bu prosesdə kimlər iştirak etmir? Hamilə xanımlar, övladının 3 yaşına qədər analıq məzuniyyətində olan şəxslər işə qayıtdığı müddətdən 1 il müddətində bu prosesə qoşulurlar. Qeyd etdiyim kimi ilk dəfə işə qəbul olunmuş şəxslər əvvəlki qaydalara görə bu 5 illik müddət 3 ilə endirilibdir. 3 il müddətində bu prosesdən azaddırlar və bir müəllim 3 dəfə bu prosesi uğurla tamamlasa, o artıq növbəti müddətdə sertifikatlaşma prosesindən azad olunacaq.